Bakıda ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hikmət Muxtarovun cinayət üzrə məhkəməsi başlayıb. Bakı Azərbaycan Məhkəməsinin hakimi Aytən Əliyevanın sədri ilə keçirilən ilk baxış icrasında Hikmət Muxtarov ifadə verib. Hikmət Muxtarov bildirib ki, həmin axşam kafedə tanışları ilə birgə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı Ülvi ünvanına ağır söyüşlər söyüb. Dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra üzərinə bıçaqla gələn otaq yoldaşını əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə indirib. Zərbələrdən üçünü qarnına, axırıncısı isə ürəyinə vurub. Hikmət Muxtarov əməlindən peşman olmadığını qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Hikmət Muxtarovdan nə səbəbə görə öldürəndən sonra Ülvi Qasımovun meyidinin fotoşəklini çəkib başqa şəxsə göndərdiyini soruşub. Sonuncu da təsdiq edib ki, şəkili qardaşına məxsus WhatsApp tətbiqinə göndərib və adam öldürdüyünü bildirib. Mərhumun əmisi oğlu təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini istəyib. Qeyd edək ki, hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nəriman rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. Muxtarov şübhəli şəxs qismində saxlanılıb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.